الرحیم. سلام بر ملت عزیز و مبارز. Vaşinqton deyir ki, İranla danışıq aparılmır. Tehran da atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirənin olmadığını açıqlayır. Amma eyni vaxtda ortaya çıxan başqa məlumat tamamilə fərqli mənzərə göstərir. Amerika Birləşmiş Ştatları administrasiyası İranın ən güclü hərbi siyasi mərkəzlərindən biri olan Sepah rəhbərliyi ilə birbaşa əlaqə qurmağa çalışıb və bunun üçün nə Avropadakı diplomatik kanaldan, nə də rəsmi Tehran nümayəndə heyətindən istifadə edib. Vaşinqton İraq Kürdistanının rəhbəri Neçirvan Bərzanini vasitəçi seçib. Bərzani isə ABŞ mesajını Sepah komandiri olan general-mayor Əhməd Vahidiyə çatdırıb. Deməli, bir tərəfdə danışıqlar yoxdur açıqlamaları var, digər tərəfdə isə İranın real güc mərkəzinə çıxmaq cəhdi və bu ziddiyyət təsadüfi görünmür. Çünki Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump indi əvvəlki tezliklə razılaşma olacaq ritorikasından uzaqlaşıb. Yeni yanaşma daha sərtdir. İran mümkün qədər tez güzəştə getməlidir. Əks halda Vaşinqton onu daha ağır təzyiq altında saxlamağa hazırdır. Beləliklə, İran ətrafında əsas diplomatik xətt artıq açıq danışıqlar masasında yox, görünməyən kanallarda formalaşır. Və ən maraqlı detal da budur. ABŞ İran daxilində kimin real qərar verə bildiyini müəyyənləşdirməyə çalışır. Çünki Vaşinqton üçün artıq təkcə İran hökuməti ilə danışmaq kifayət etmir. Əgər əsas güc Sepahdadırsa, razılaşmanın taleyi də həmin qurumun mövqeyindən asılıdır. Məhz Bərzani vasitəsilə qurulan kanalın əsl əhəmiyyəti buradadır. 2026-cı ilin mayında ABŞ tərəfi Neçirvan Bərzani ilə əlaqə saxlayıb. Məqsəd İran daxilində Sepah rəhbərliyinin danışıqlara münasibətini öyrənməkdir. Bərzani Sepah rəhbərliyi ilə əlaqəyə keçib. Sepah komandiri olan Əhməd Vahidi Amerika Birləşmiş Ştatları ilə danışıqlar məsələsində qurumun mövqeyini çatdırıb. Verilən məlumata görə Vahidi Sepahın İranın rəsmi danışıqlarını dəstəklədiyini bildirib. Bərzani isə bu məlumatı Vaşinqtona çatdırıb. Bu, ABŞ üçün mühüm siqnal idi. Çünki Vaşinqton bir müddət İranın rəsmi nümayəndələrinin ölkə daxilində real dəstəyə malik olub-olmadığına əmin deyil. Belə vəziyyətdə ABŞ daha bir addım atıb. Bərzaninin Ərbildə qapalı ABŞ-İran görüşü təşkil etməsi təklif olunub. Yəni artıq söhbət dolayı mesajlardan yox, birbaşa, amma gizli təmasdan gedir. İran isə bu variantı tam rədd etməyib, amma görüş baş tutmayıb. Tehran İsrail kəşfiyyatının İraq Kürdistanında güclü mövcudluğundan narahat olub və nümayəndələrinin təhlükəsizliyini riskə atmaq istəməyib. Bu detal İranın hazırki danışıqlara niyə bu qədər ehtiyatla yanaşdığını göstərir. Tehran üçün problem yalnız Amerika Birləşmiş Ştatları ilə nə danışmaq deyil. Problem həmin danışıqların kim tərəfindən izlənə biləcəyi və iştirakçıların təhlükəsizliyinin necə təmin olunacağıdır. Amma bütün bunlardan sonra səhnədə daha sərt görüş baş verir. ABŞ prezidenti Donald Trump danışıqlar qrupuna İranla əlaqə saxlamamaq barədə göstəriş verir. Jared Kushner, J.D. Vance, Steve Witkoffdan ibarət komandanın Tehranla yeni əlaqələr qurmasına fasilə verilir. Bu qərar Vaşinqtonun yanaşmasında ciddi dəyişiklik olduğunu göstərir. Çünki Trump əvvəl danışıqların yaxşı getdiyini və yeni razılaşmanın yaxın olduğunu bildirirdi. İndi isə yanaşma dəyişib. ABŞ artıq İranı mümkün qədər tez razılaşmaya gətirməkdən daha çox onu təzyiq altında saxlamaq xəttinə keçir. Burada məğlub etmək yanaşmasının yerini boğmaq siyasətinin tutduğu bildirilir. Bu o deməkdir ki, İran güzəştə getmədikcə iqtisadi, siyasi və hərbi təzyiq artırılacaq. Vaşinqtonun hesablaması budur ki, təzyiq yüksəldikcə Tehran daha zəif mövqedən danışıqlara qayıtmağa məcbur ola bilər. Amma İranın mövqeyi də eyni dərəcədə sərtdir. Avqustun 12-sində yüksək rütbəli İranlı mənbə Reuters-ə bildirib ki, Amerika Birləşmiş Ştatları ilə atəşkəsin uzadılması barədə heç bir müzakirə aparılmır. Tehranın mövqeyinə görə əvvəlki razılaşmanın rəsmi başlanğıc tarixi olmayıb və buna görə də uzadılacaq müddət də yoxdur. Mənbə eyni zamanda bildirib ki, vasitəçilər üzərindən ABŞ-nin anlaşma memorandumuna qayıtması və üzərinə götürdüyü öhdəliklərin icrası üçün vaxt çərçivəsinin müəyyənləşdirilməsi müzakirə olunan məsələlərdəndir. Amma burada da nəticə yoxdur. Yəni, rəsmi kanalda irəliləyiş yoxdur. Gizli kanalda isə əlaqə yaratmaq cəhdi olub. Bu iki məlumatı yanaşı qoyanda ABŞ-İran münasibətlərinin bugünkü vəziyyəti daha aydın görünür. Məsələ danışıqların sadəcə dayanması deyil. Məsələ tərəflərin bir-birinin real qərar vermə imkanlarını ölçməyə çalışmasıdır. Vaşinqton üçün əsas problem budur.
İran adından kim həqiqətən qərar verə bilər? Rəsmi hökumət, parlament, Xarici İşlər Nazirliyi, yoxsa Sepah? ABŞ-nin Bərzani üzərindən Sepah rəhbərliyinə çıxış axtarması göstərir ki, Vaşinqton bu sualı çox ciddi qəbul edir. Çünki İranın daxilində qərarların bir neçə güc mərkəzi arasında bölündüyü şəraitdə yalnız diplomatik nümayəndə ilə aparılan danışıqların nəticəsi kifayət etməyə bilər. Burada Neçirvan Bərzaninin seçilməsi də təsadüfi deyil. O, həm Vaşinqtonla, həm də İran daxilində müəyyən əlaqələri olan nadir regional fiqurlardan biridir. Məhz bu səbəbdən Bərzani görünməyən diplomatik kanal üçün uyğun vasitəçi kimi ortaya çıxıb. Lakin kanalın mövcudluğu onun uğurlu olduğu anlamına gəlmir. Əksinə, Ərbildə görüşün baş tutmaması göstərir ki, tərəflər arasında etimad səviyyəsi son dərəcə aşağıdır. İran İsrail kəşfiyyatından ehtiyat edir. ABŞ isə İran daxilində kimin real söz sahibi olduğundan əmin olmaq istəyir. Belə vəziyyətdə açıq danışıqların bərpası daha da çətinləşir. Üstəlik, Trumpın strategiyanı sərtləşdirməsi diplomatik pəncərəni daha da daraldır. Əgər Vaşinqton İranı daha çox sıxışdırmaq xəttinə keçirsə, Tehran da güzəştə getmək əvəzinə müqaviməti artırmağa çalışa bilər. Bu isə iki tərəfi yenidən qarşıdurma həddinə gətirə bilər. Xüsusilə də regionda hərbi gərginlik hələ tam aradan qalxmayıbsa. Belə bir vəziyyətdə gizli əlaqə kanalları daha da əhəmiyyət qazanır. Çünki açıq diplomatiya dayandıqda dövlətlər birbaşa deyil, vasitəçilər üzərindən bir-birinin niyyətini yoxlamağa başlayırlar. Bərzani kanalı da məhz belə bir mexanizmdir. Amma bu kanalın qarşısında böyük maneə var. Vaşinqton maksimum güzəşt istəyir. Tehran isə razılaşmanın əvvəlki şərtlərinə qayıtmaq və ABŞ-nin götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. İki tərəfin başlanğıc nöqtələri bir-birindən uzaq. Bu vəziyyətdə danışıqların yenidən başlaması üçün əvvəlcə etimadsızlığın aradan qaldırılması lazımdır. Hazırda isə bunun əksi baş verir. ABŞ təzyiqi artırır, İran mövqeyini sərtləşdirir, açıq danışıq kanalları zəifləyir, gizli kanallar isə hələ nəticə vermir. Bütün bunların fonunda dünyanın diqqətini bir məsələ cəmləyir. Vaşinqton Tehranla həqiqətən əlaqəni kəsib, yoxsa sadəcə danışıqların formasını dəyişib? Hazırki mənzərə göstərir ki, ABŞ birbaşa diplomatik masadan uzaqlaşsa da, İranın daxilində qərar verən əsas güc mərkəzlərinə çıxış imkanını tamamilə itirmək istəmir. Çünki müharibənin dayandırılması yalnız hərbi təzyiqdən asılı deyil. Razılaşma üçün qarşı tərəfdə real qərar verə bilən aktorun tapılması da lazımdır. İran isə öz növbəsində həm ABŞ-nin təzyiqini azaltmaq, həm də danışıqlar zamanı daxili təhlükəsizlik risklərini minimuma endirmək istəyir. Ona görə bu qarşıdurmanın növbəti mərhələsi böyük ehtimalla əvvəlkindən daha az görünən olacaq. Açıq mətbuat konfranslarından çox qapalı kanallar, rəsmi bəyanatlardan çox vasitəçilər və görünən diplomatiyadan çox kimin kimə çatmaq imkanının olduğu. İran və ABŞ arasında həqiqi danışıqların dayanıb-dayanmadığını yalnız rəsmi açıqlamalar müəyyən etmir. Çünki artıq görünür ki, əsas mübarizə təkcə danışıqlar masasının ətrafında getmir. Əsas mübarizə həmin masaya kimin əyləşəcəyinə, kimin adından danışacağına və son sözü kimin deyəcəyinə çevrilib. Aysel Mətləb, Namiq Abbasov, Today Press TV.